qaldığımız yerdə imam namazı bitirdikdən sonra səsli dua edir, hamı da əmin deyir. Bu düzgün deyil, qardaşım, bu əməl bidətdir. Bəzi məscidlərdə, bəzi imamlar düz deyir. Namaz qutarandan sonra imam əlini qaldırır, səsli şəkildə namazdan sonra dua edir və arxadakılar da namaz qılanlar hamısı əmin, əmin deyirlər. Şək yoxdur ki, bu bidət olan əməldir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə etməyib, sahabələri də etməyib. Əgər xeyirli bir şey olsaydı, Allahın Rəsulu edərdi, sahabələr edərdi, etməyiblər. Ona görə qayda budur ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm və sahabələrinin etmədiyi ibadət din ola bilməz. Etmədiyi ibadət bidətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Mən əhdəsə fi əmrinə hədə mə leysə fihi fəhuvə raddun. Kim bizim dinimizə, gətirdiyimizə nəsə yeni bir şey əlavə edərsə, o rədd edilir, rədd olunur. Yəni bidətdir. O vaxt olmayan şey sonradan din ola bilməz.